O kinoda elə istəyərəm ki, qızı ömrüm deyən oğlanı sevsin. O burası dıydıqdan zəhləm gedir, o başı buruq-buruq gedə var. Nifrət edirəm də ona. Elə bilirəm mən yeyirəm, o qazanır. Mən qazanıram, o yeyir. Zəhləm gedir o oğlandan, Alfonso oxşuyur. Məncə qız axırda elə o ömrüm deyəni sevəcək, hə? O daha yaxşıdır, mən o xoşuma gəlir. O burası yox, o dıydıqdan xoşum gəlmir, o burası dıydıq. O burası oğlanda matişkəlik var, elə bir qızı hər an yarı yolda qoyub gedəcək. Hə? Heç sevmirəm o oğlanı. Bozo daha yaxşıdır. Abdurrahmandı nədir, ondan xoşum gəlmir. Şeyə baxıram, sevdiyim sənsin. Ay Allah, necə gözəl kinodur. Zibilin çıxartmasalar yaxşıdır. Necə gözəl kinodur, necə gözəl kinodur. Çox qəşəng kinodur axı. Hə, iplə çəkirəm o kinonun 3-cü seriyasını. Çox qəşəngdir axı. Hələm-hələm seriyala baxan deyiləm. Sevdiyim sənsin kinosu başlayıb. Çox gözəl kinodur. Qıza görə baxıram, qız çox şirindir. Oğlan da çox maraqlı aparır. Prosta qıza kül kedisi kimi davranırlar. Elə bir qız yazıq şeydir, cındırella. Qıza çox pis davranırlar. İndi qız özünə baxıb gözəlləşəcək, oğlan düşəcək bunun dalına. Məncə kinonun 3-cü seriyası belə olacaq. Qızı zorla boşaltdıracaqlar. Hə? Zorla boşaltdıracaqlar. Qız onların evində hizmetçi kimi qalıb işləyəcək. Sonra başlayacaq oxumağa, özü üçün öyrənəcək. Sonra başlayacaq özünə baxmağa, gözəlləşməyə. Başlayacaq oğlanın qohumları qızı istəyəcək. Bir dənə oğlan da çıxacaq. Və başlayacaq qızla rəqabət aparılmağa. Məncə elə olacaq. Qırışacaqlar bir-birləri ilə. Və oğlan heç vaxtı indiki arvadına bildirməyəcək ki, o qızla evli olub. Hə? Sonra qız hamilə qalacaq. Oğlan, o bursu oğlan çıxacaq, qızı qəbul edəcək. Çox süper kino deyə. Tez qutarmasa yaxşıdır. Vallahi məncə elə olacaq. Qız orada məcbur boşandıracaqlar. Oğlanın ailəsi varıdır. Qız orada qulluqçu kimi qalacaq. Getməyə yeri yoxdur. Qardaşları bilməsin boşanı. Qalacaq o evin içində. Sonra başlayacaq oxumağa, öyrənməyə, özünə baxacaq. Sonra da başlayacaq oğlan onu daha çox sevməyə. Başqalar da çıxacaq. Sevdiyim sənsin də, sevdiyim sənsin. Kinonun adı Sevdiyim Sənsindir bacım. Baxarsınız, kino elə olmasa mənə gəlib üzümə tüpürərsiniz. O kino elə olacaq. Rejissor mənlə danışıb, bilirəm. Mənə qabaqcadan deyil. Əslində kinoya mən çəkiləcəkdim, alınmadı. Bozqurt eşref qoymadı. Əslində o kinoya mən çəkiləcəkdim, minnoşlar. Ona görə də kinonun senaristini bilirəm. Ayda Türk seriallarına çəkilsəm nə qəşəng olar. Türkiye'də fenomen olsaydım nə qədər qabağa gedərdim, inanırsınız? Qızıncıq şərbətli mərbəti kinolara baxmıram, əsəbləşirəm. Kinolar çox pozğundur, çox açıq-saçıq səhnələr verirlər, dəhşət dərəcədə. Hədə oğlan dostu qızı sevəcək də, o da şirkət zad çıxacaq, varlıq. Bilirsiniz oğlan qızı kim sevəcək? İndiki qızla evlənəcək oğlan, sevmədiyi qızla. Onun qardaşı zadı çıxacaq ortalığı, o sevəcək qızı. İndi siz baxarsınız. Aləm dəyəcək biri-birinə. Yurt dışından gələcək qardaşı zadı, sevəcək qızı. Hə, milyon faiz elə olacaq. Kino yoxsa başqa cür maraqlı olmayacaq. Sevdiyim sənsin, çox qəşəngdir. Baxmırsınızsa baxın. Çox qəşəng kinodur. Sevirəm o kinonu. Oğlan necə gözəl aparır rolunu, qız necə saf aparır rolunu. Çox da yaşayırlar rollarını, ləzzət edir mənə kino. Təzə başlayıb, 2 seriyası veriblər, 3-cüsü gələcək. Mən YouTube'da baxıram. Laynerim gedib ona görə. Çox qəşəng kinoda baxın. Oğlanın üzündə pisiz nə var? Nur var. Oğlanı necə seçiblər kinoya? Mərhəmətlidir, çox mərhəmətlidir. Qız da çox saf rol aparır. Elə bir kinonu yaşayır. Yəni yaraşırlar da o rola. Məsələn, Azizə olsaydı o rola yaraşmazdı. Zəhləm gedir o Azizədən. Əsəb keçirdirəm o Azizəyə.
Şükür o Cem çıxdı o kinodan. Sinirlərimə toxunur deyəcəm. Abla, abla. Nifrət edirəm bəd-heybət. Baxmıram ki, o kino rəsəbmə işləyir. Xaladinlik yenə quşlayır. Hə, yiyəsizlər kinosu, sahibsizlər. Nervilənirəm. Sən Allah o arvadı nəyə çıxartdılar ortaya, sən Quran? O Azizənin anasını nəyə çıxartdılar ortaya? Gəbərib getmişdi də. O nə idi ki, sən Allah? Axırda da atası da çıxar ortaya. Belə getsə axırda Azizənin elə atası ilə elə arvad birləşəcək, olacaq bir abırçılıq. Təsəvvür elə Azizənin atasını gəbərdib, indi Azizənin anası ilə evlənəcək. Düzdür, rejissorun elə belə psixoloji problemi var, Quran haqqı. Ətimi tökdüyü kino konkret. Yəni arvadın çıxmağın yeri yox idi da. Birazdan amcası da çıxacaq ortalığa. Azizə, ben gebərmədim kızım, buradayım Azizə. Ləman sevgilim 9 aylıqdır, neyniyim? Bu hələ çağaday qız, gözdə böyüsün, yerisin, yedizdir, içizdir. Böyüyüd, üzvə ağ olsun, sonra vızqırdar. Satmır.